Sevda xanım, bu terapiya üsulu necə aparılır? Fərdə xanım, terapiya üsulu Talkaps adlı bənzərsiz portativ bir cihaz ilə aparılır. Cihaz sensor, belə bir aparatdan, sensor aparatdan və qulaqçıqdan ibarətdir. Melodiyalar yüklənir cihaza və oradan qulaqçıq vasitəsilə ötürülür pasiyentə. Qulaqçıq da sadə bildiyimiz bir qulaqçıq deyil. Yəni qulaqçıqda həm sümük keçiriciliyi, həm də bildiyimiz qulaqdan hava keçiriciliyi ilə təchiz olunubdur. Qulaq keçiriciliyi bildiyiniz burada belə bir hava keçiriciliyi isə buradadır. Buradan keçir. O belə deyək də, kəllə beyin nahiyəsinə düşür də o hissə. Səsin sümükdən keçməsi, yəni ki, 10 dəfə qulaqdan eşitdiyimizdən daha tezdir. Ona görə uşaq qulaqdan adi bildiyimiz hava yolu ilə eşitməkdən öncə artıq sümükdən informasiyanı qəbul etmiş olur və onlar sinxron olaraq bir-birini tamamlayırlar. Belə bir üsuldur. Funksiyası var.